Onlar kimdisə, heç elmi xəta da eləmirlər. Unutqanlığa duçar olmurlar. Bir an olsun qəflətə düşmürlər. Bir var insan bilərəkdən günah eləyər. Onlar nə? Zalim. Bir də var səhv eləyər, xəta eləyər, bilməyərəkdən. Ətiullah və ətiur Rasul və ulləmri minkum bizə deyir ki, onlar heç səhv də eləməzlər, xəta da eləməzlər. Onların elmlərində səhv və xəta yoxdur, çünki mütləq itaətdir. Günah öz yerində, günah heç eləməzlər, heç nöqsan da eləməzlər. Çünki nöqsan eləsələr, biz baxacaq o nöqsan eləyəcək, biz onun arxasını geyəcək də. Onlar səhv eləməz, xəta eləməz. Onlar kimdisə, heç elmi xəta da eləmirlər. Unutqanlığa duçar olmurlar. Bir an olsun qəflətə düşmürlər. Bu elm, onlarda olan elm səhvlə nəticələnə bilməz. Unudula bilən elm deyil. Adi elmlərdən deyil. İlahi mənşəli bir elmdir. Yəni qeyb elmidir. Çünki bizim elmlərimizdə nə ola bilər? Biz səhv deyə bilərik, xəta eləyə bilərik, eləyək. Amma onların ki, tam mütləq itaət deyir, görünən budur ki, onlar nə səhv eləyir, nə xəta eləyir. Deməli, əgər səhv xəta eləmirsə, bu adi bir məktəbdə, sinifdə oturub oxuyulan kitab, dəftərdən söhbət getmir. Onların elmi lədunnidir, onların elmi qeybidir. Onlar ora vəsl olublar Peyğəmbər vasitəsilə. Yəni, qeybi elmə sahibdirlər. Bu ayənin verdiyi bizə mesaj budur. Yəni, onların elmləri ilahi mənşəlidir, səhabələrdən fərqlidirlər. Ayə deyir, ulləmri minkum kimdirsə, o əmr sahibləri, səhabələrdən fərqlidir ya. Onlar xəta eləmirlər ha. Səhabələr xəta eləyə bilər, eləyə bilərlər. Onlar ravidirlər. Səhv də eləyərlər, xəta da eləyə bilərlər, hədisləri yanlış da nəql eləyə bilərlər, düz eşidib yanlış başa düşə bilər. Ola bilər yəni bu olsun. Səhabə məsum deyil ki. Allah səhabə məsum deməyib ki bu ayədə. Əmr sahibləri bəli məsumdur, xətaları yoxdur. Onlar bir şey düz, səhabə bir şey düz eşidib, səhv anlaya bilər. Öz tutumu qədər. Həri öz ampulasında baxa bilər. Məsələn, bir dənə kitabdır, 2 nəfər oxuyur. Biri tam başqa bir şeyə başa düşür, biri səthi məlumat əldə edir. Elə bir ikisi də eyni kitab oxumayıb. Ya məsələn, misal deyim də, niyə belə olur? Çünki insanların dünya görüşləri, düşüncələri, ruhi və mənəvi halətləri, durumları, əxlaqi keyfiyyətləri bir-birindən fərqlidir. Bu durum, bu halət, bu əxlaqi keyfiyyət, bu təfəkkür, bu dünya görüşü hadisəyə necə baxırsan, nə algılayırsan, orada öz izin qoyur. Bir də nə hadisədir? 2 nəfər nəticə alır. İsa Peyğəmbər yoldan keçirdi, bağışlayın bir gördü it. Hamı baxdı, burnunu tutdu. İsa Peyğəmbər daha nə qəşəng dişləri var bunun. Bu bir baxışdır da, yəni mənim işim onda deyim. Bir dənə hadisədir, 2 cür nəticə. Yəni, məsələn, imamların dönəmində 2 nəfər görüşdü bir-biri ilə. Gəldi, deyir ki, qardaş, sən belə ki, görən müəyyən məqamlara yetişmirsən, necə gəlib çatdın bura? Deyir, mən yadıma gəlib bir dəfə bir səhrada gördüm, bir quş yıxılıb qalıb yerdə, ayağı qırılıb. Dedim, görürsən, ilahi, bunun ruzusu necə olacaq? Belə bunu düşünürdüm, bir də gördüm, bir göydən bir başqa quş uçdu, gəldi, qabağına nəsə qoydu, getdi. Deyir, o gündən başa düşdüm ki, ruzu dərdi çəkməməliyəm. Ruzunu verən Allahdır. Oturdum, ibadətimdəyəm, itaətimdəyəm, ruzum da gəlir. O birsiz dostu qayıtdı, buna nə yaxşı o yerdə yıxılıb qalan quşdan ibrət aldın. O uçub gətirən, yeməyi gətirən quşdan ibrət almadın. Sən hələ o birisindən ibrət alıb, yeyib qapı döyüb kömək edəydin də. Oturmuşsan evlərə kömək edirlər sənə. Kim necə düşünür, kim necə fikirləşir, o hadisəyə neyinir? Təsirini göstərir. Hadisədən o cürünü algılayır. Bir dənə hadisədir, biri təbəssüm edir, gözün biri ağlayır. O algılama ki var, o mühüm faktordur.